Herkese salam. Bugünkü vlogumuzun mövzusu hovuz videosudur. Timurla dəniz vlogu hələ ki gələ bilmir. Dəniz çox küləkli olduğu üçün biz də hovuz videosu çəkmək qərarına gəlmişik. Amma vlogumuza keçmədən əvvəl zəhmət olmasa kanalımıza abunə olun. Bu abunə olmaq sizdən yəni heç bir şey itirmir. Əksinə bizim kanalımızı daha da böyüdür və ilk çəkilən vloqları ən birinci siz görəsiniz deyə bildirimlər sizə gəlsin. İlk siz izləyən siz olun. Ona görə də zəhmət olmasa kanalıma və burada qoyduğum Instagram və TikTok hesabınıza da abunə ola bilərsiniz. Instagram və TikTokda daha çox rahatlatıcı, sakit, relaks qısa videolar gəlir. 30 saniyə, 40 saniyə baxım rutinləri olur. Elə təzə durmuşuq biz də. Birazdan Timurla bir yerdə hovuza girəcəyik. Əslində Timur gec durmayıb, yəni. Qızlar, bu biraz günortadan sonra rutindir. Səhər Timur təbii ki hovuza sala bilmirəm. Təbii ki səhər qardaşım girir, amma soyuq olduğu üçün sala bilmirəm. Axşam sala bilirəm. Mən axşam isti olur, Timur üçün uyğun olur. Elə axşama doğru bir vlog çəkmək istədim yəni sizə. İndi gedək Timurun əvvəlcə siməsini hazırlayaq, yesin, eləsin. Evdə olduğu üçün boyca ilə heç onun o Mickey Mouse tulumunu gətirmişdim, onu da geydirmədim. Elə isə gedək. Dayımın hovuz almağı da lap yerinə düşdü. Çünki Timur keçən il bilirsiniz ki İsmaildəki hovuzumuz betonla idi deyə heç bir şəkildə hovuza girmədi, ağladı. Hətta saldım bir dəfə, ağladı. Ondan sonra salmadım da, yəni belə ayağı dəydi, ağladı. Amma bu il görək girər yəqin. Çünki şeydəndir, silikondandır və Qızlar, saat 12-yə gəlir. 12-də mənim, bilirsiniz ki, 11-ci universitetə hazırlıq gedir. Riyaziyyat dərsim var, ona qoşulacağam 11:30-a qədər. Birinci gündür çünki bugün və dərsə qoşulmalıyam. Dərsimə qoşulum, çıxım. Ondan sonra vlogumuza çox ən gözəl şəkildə davam edəcəyik. Amma təbii ki, Timuru yedirdik. Ondan sonra dərsimə girəcəm. Timura da bu sırada nənəm baxacaq. Nənəm və mamam baxacaq. Açılla bu dəfəki vloglarımızda yoxdur. Çünki çox kaprizm bir Timur var.